Michael Jackson haqda filmə baxanlar və Michael Jackson'ın dinləyiciləri mənə elə gəlir ki, onun haqda olan bu faktları bilmirlər. Qulaqardı bu dəfə Michael Jackson haqda bilinməyən faktlardan danışacaq. Michael əslində çox məşhur olan Moonwalk, yəni ay yerişi, hansı ki səhnədə geriyə getməklə yada qalıb, müəllifi deyildi və əslində bu rəqs 1970-ci illərdə yaranmışdı, Backside adlanırdı. Rəqsin müəllifi əslində Soul Train layihəsinin xoreoqrafı Jeffrey Daniel idi və Michael da bu yürüşü ona baxıb öyrənmişdi. Michael'ın Freddie Mercury ilə olan layihəsini bir eksotik heyvan pozub. Michael Jackson bildiyimiz kimi eksotik heyvanlara çox sevgi bəsləyirdi, lakin bu sevgisi o dərəcəyə çatmışdı ki, Freddie Mercury ilə olan görüşündə studiyaya lama gətirir və Freddie Mercury buna görə studiyadan çıxıb gedir. Beləliklə, onların işbirliyi baş tutmur. Məşhur prodüser Quincy Jones, elə Michael'ın da mahnılarının müəllifi, Michael'a smelly, yəni bizim dildə desək, qoxulu deyirdi. Çünki ona görə Michael'ın musiqi biznesi üçün çox yaxşı iti və güclü qoxu bilmə qabiliyyəti var idi. Onun Smooth Criminal mahnısında, klip çəkilişlərində rəqqaslar 45 dərəcə bucaq altında görünməli idilər. Bunun üçün onlar xüsusi mismarla yerə bərk edilmiş ayaqqabılar istifadə edirdilər. Michael Jackson böyük Marvel pərəstişkarı idi. O Stan Lee'yə heyranlıq duyurdu. Bu heyranlıq o dərəcəyə çatmışdı ki, o Marvel şirkətini bütövlükdə almaq və həmçinin Spider-Man roluna çəkilmək istəyirdi. Michael David Lynch'in The Elephant Man, Fil Adam filmində olan Joseph Merrick'in skeletini almağa çalışmışdı. O Londondakı tibb kollecindən $1 milyon satın almağa çalışsa da onun bu təklifi rədd edilmişdi. Və siz Michael haqqında hansı faktları bilirsiniz? Rəylər yazmağı unutmayın.